İkinci xüsusiyyət, ateşdən yaradılma, ifritlər ateşdən yaradıldıqlarına inanılır. Bu da onların qəzəb və fəlakət yaratma xüsusiyyətlərini daha da gücləndirir. Onlar həmçinin həddindən artıq güclü və müstəqil varlıqlar olaraq qəbul edilir. 3. Zəkalı və qurnaz. İfritlər yalnız fiziki gücləri ilə deyil, həm də zəkaları və qurnazlıqları ilə tanınırlar. Bu səbəbdən onları aldatmaq və ya onlarla mübarizə aparmaq çox çətindir. Dini bağlantılar. İslamda ifritlər cinlərin bir növüdür və onlar şeytanın xidmətçiləri kimi görülə bilər. Çünki şeytan da ateşdən yaradılmışdır. Lakin ifritlər hər zaman pis niyyətli olmaya bilərlər. Bəzən neytral bir mövqedə olurlar, amma ümumiyyətlə pisliklə əlaqələndirilirlər. 5-ci xüsusiyyət, xalq ədəbiyyatı və mifologiyası ərəb xalq ədəbiyyatı